Türk fraksiyon üzvləri İranda Türklərlə ilgili siyasətlərin harasındadılar. Dr. Pezeşkiyan vəzirləri seçmək amaclı Şurayı Rəhbəri adında bir qrup yaratmış. Bu qrupda İranın dərin dövləti ya farsca dövlət-i dərsayəsi çox ciddi hazırdır və farsların 100 illik sömürgəçi istemarçı mənfəətlərindən müdafiə edir. Bilirik ki, Sayın Dr. Pezeşkiyan 110 Türk nümayəndəsindən oluşan bir fraksiyon yaratmıştır. Özü də o fraksiyonun başkanı olmuştur. İndiki Pezeşkiyan siyasetin zirvəsinə yaxınlaşmış, o fraksiyondan vəzirləri seçmək amaclı və siyasətdə güclənib, güclü Fars mehvərli mərkəzlərin qarşısında siyasətçi Türk nümayəndələri kimi durmaq amacla istifadə olunurmu? Yəni, o fraksiyondan nə xəbər var? O fraksiyonda olan nümayəndələrdən nə xəbər var? O nümayəndələr hardadılar? Onların adlarını bilən varmı? Lütfən mənə yardımcı olun, o adları toplayaq. Sağ olun. Özəlimdən mesajlarınızı göndərin lütfən. Saygılarımla. İnsafəli Hidayət.